Salam, mən Pələng, Şah Pələng. Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Video 18 pluslu bunu unutmayın. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Gənclər, yeni bir hostelə keçmişəm. 3 gün burada qalacağam. 3 gününə 40 manat verirəm. Hansı ki bu hostelin belə bir mənzərəsi var. Biraz səsli, köylüdür. Böyük ehtimal gecə bu səslər kəsilər. Aşağıda da balaca bazarlar var. Suvenir əşyalar satılır, bəzi ərzaqlar satılır. Burada da belə bir oturma yeri var. Gəlib oturub söhbətlərinizi də eləyə bilirsiniz. Hosteldir, çox böyük gözləntiniz olmasın. Şəhər mərkəzi bu cürlə görsənir. Belə bir yemək yeri var. Yemək bişirə bilmirsiniz, amma isidə bilirsiniz. Buradan keçdiyimiz zaman belə mərdivənlər var. Vyetnamda belə incə, hündür binalar məşhurdur. Mən də onların birində qalıram. Bura mənim otağımdır, bura tualet hamamdır. Təmizdir, isti suyu da var. Buradan girəndə mənim yatağımdır bura. Bilmirəm görsənir ya yox. Burada da ayaqqabılarım var. Ayaqqabılarımı götürürüm. Burada bir İngilis qız yatır. Çalışacağım gedim bərbərə. Üzümə xət atdıracağam. Ondan sonra Azərbaycanlı qardaşla görüşəcəm. Hansı ki o burada 7 ildir yaşayır. O bizə Vyetnam haqqında maraqlı məlumatlar verər deyə ümid edirəm. Burada da otaqlar. Bura tualet hamamdır. Hər kəsin gəldiyi tualet hamam. Təmizdir, səliqəlidir yenə də. Burada da mən varam. Davay, yavaş-yavaş gedək. Səyahətlər zamanı maddi olaraq dəstək olmaq istəsəz, Coffee Al web saytından bir ədəd kofe ala bilərsiniz və ya açıqlama qismindəki linkə daxil olaraq həmin sayta keçid edə bilərsiniz. Hostelin olduğu küçə. Biraz qarışıq görsənə bilər, amma şirin bir yerdir. Bina da budur gənclər. Baxın, necə incə, yüksək bir binadır. Bunlar məşhurdur. Belə binalar çoxdur burada. Niyə bilmirəm. Yəqin ki bir məna var. Əmin necəsən? Nə var, nə yox? Ay, salam əleykum. Deməli, biz belə mi getməliyik, belə mi getməliyik? Bərbər axtarıram, sözün açığı. Bərbər tapsam məlu olar. Küçə də öz sözünü deyir. Zir-zibil yerdədir. Asiya tərəflər təəssüf ki, zibilli ölkələrdir. İnsanlarda bir yorğunçuluq mu var, nə var bilmirəm. Bir əl atın, təmizləyin, yığışın. Nə var ki burada? O, yıxılmış. Hava çox tutqundur. Niyə bilmirəm. Bir açılmadı, bir gün üzü görmədiyi. Nə gün gördümsə Taylandda gördüm. Singapurda da elə bir günlü gün görmədim. Malayziyada da eyni şəkildə, Vyetnamda da. Belə bir bərbər yeri tapmışam. Burada xət atdıracam üzümə. Görək qardaşımızın əl bacarığı necədir. Səhəri də salam eləyik. Səhəri də belə bir şeydir. What's your name, by the way? My name is Gul. Gul. You name Gul? Gul. Gul. Qardaşın adı Guldur, uşaqlar. Gul. Bəli. Gul. Just line, yeah? Okay. Yeah, okay. No, line. Not line. Line. Yeah. 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 Gıl qardaş bizi şey eləyəcək. Gıl qardaşımız sağ olsun, əlindən gələni elədi, düzəltdi bir şeylər. Amma maşınkaları çox yaxşı deyil idi. Buradakı tükləri tam olaraq götürə bilmədi. Amma xətti bir Vyetnamlıya görə qəşəng atdı. Çox sağ ol mənim qıl qardaşım. Sənə başva dönərəm. Okey, mən qaqaşa pul da vereyim. Az qala pulsuz gedirdim. Yanımda Həsən var. Həsən hansı ki neçə illərdir Asiyadadır. Məncə biraz özün haqqında məlumat ver. Qısa. Salam. Xoş gəlmisən birisi Vyetnama. Biz elə sənlə 2-3 gün qabaq qarşılaşdıq. Yəni tam belə, qarşılaşdıq çöldə belə deyək. Həsən,
məni, bəlkə də Asiyanı sevənlər, izləyənlər bəlkə də bilir, tanıyır. Mən Həsən Vyetnamda 2 il yaşayıram. Müəllimlikdən başlamışam. Burada müəllim olaraq çalışırdım. Hal-hazırda belə deyək, son 1 ildə, son 6 ayda artıq turizm fəaliyyəti göstərir. Azərbaycandan bura gələn qonaqlara Vyetnam Qarşılayırsınız. Asiya, yes, qarşılayırıq, planlama falan təşkil edirik. Super. Turlar, otellər, yəni daha çox turizmlə bağlı. Super. Son bəli 8-6, yəni 1 il, 6 ay 1 il, son 6 ay 1 ildə burada məşğulam. Şükür Allaha bizimkilər gəlir. Necə ki sən gəlirsən, Mən də gəlib göstərirəm ki, bura gəlmək asandır. Asandır, bura Çox gəlmək çətin asandır. deyil. Çox insan fikirləşir ki, Vizaları asandır. vizalar çox asandır. Mən belə deyirəm, Instagram açarmış kimi bir viza sistemi var. Gelirsən onlayn başvuru edirsən, Bəli, yaxın günlərdə də təsdiq olunur, cavabı gəlir. Hansı ki, bugün Həsənin qonağıyıq. Həsən görək bizə Xoş gördük. Hoşiminin harasını göstərəcək. Gedək gəzək. Gedək. Hal-hazırda axşam düşür 5-ci gündür. Yəni millət dolu olacaq məncə. Özü axşamlar bu şəhər 24 saat qaynayır, qarışır. Vyetnamın ən belə deyək, səsli, küylü gecə həyatı ilə məşğul. Bir də burada mən sizə belə deyim, necə ki Ankara İstanbul söhbəti var. Ankara paytaxtdır, Tamamilə doğrudur. sakitdir. İstanbul belə daha belə ehtiyatlı ol, motobayk hər an onu götürüb gedə bilər. Yəni risk var, ehtimal var. Burada da paytaxtın adı Hanoi'dir. Ora biraz sakit şəhərdir. Hoşimin isə daha belə cıvıl-cıvıl olan şəhərdir, necə Yes. deyərlər. Biz gedək. Gedək. Bu arada Vyetnamlılar yaman idman eləyir, hə? Sonra hər axşam bizdə 20 nəfərlik xanım komanda qoşula bilərsən. Hər kəs qoşula bilir, Hər hə? kəs qoşula bilər, heç kim heç nə demir. Səhərlər də mən çox görürəm, çıxırlar, qaçırlar, idman eləyirlər. Çünki bunlarda gün normalda tezdən başlayır. Səhər sən 5-də çıx, artıq şəhər başlayır qarşıya Başlayır, qarışmağa. 5-6 arası. Tayland elə deyil idi amma. Tayland biraz fərqlilikləri var. Ola bilsin lokal. Orada da Phuketdən söhbət ediriksə, Phuket yəni turist üçün olan bir adadır. Artıq lokal deyil. Yerli Artıq deyil demək olar yəni. ki, lokal qaldı. Mənim orada dostum yaşayır. Misal üçün Phuket Vyetnam üçün darıxır o mənada ki, deyir Phuketdə lokallaşa bilmirəm. Özümü o yaşayanda biraz fərqli hissdir. Amma Vyetnamda lokallaşmaq olur. Çünki burada biraz o qəribəlik hələ də qalır ki, xarici gəldi, nə bilim, belə reaksiya göstərirlər. Amma Taylandda sıradan bir turistsən, yəni 10 ildə qalsan belə. Pulsan yəni. Mən buralarda ən çox onu görürəm. Gəlirsən, sənə dollar kimi baxırlar, evro kimi baxırlar. Gəzən pul kimi baxırlar. Asiyada hə elə bir şeylər var, əsasda mərkəzlərdə bəli. Parkinqə gəlmişik. Burada Həsən motosikl götürür. Kask taxmaq da önəmlidir. Bildiğim qədərilə. Taylandda o qədər önəm vermirlər, amma Yo, Vyetnamda Taylandda qətiyyən önəm vermirlər. Burada cərimələməyiblər səni Tayland. Yo. Mən sadəcə şeydə Pattayada, Kohlon adasında sürdüm motosikl. Amma ləzzət edir motosikl sürmək. Bu arada Tayland deyirəm, Vyetnamın 100 milyon əhalisi var. Bəlkə də bu şəhərdə. 10 milyon bu şəhərdədir. Bəlkə də 130 milyonda motosikl var. Elə. Hər yerdə motosikl var. Bunun nəsə Maşın çox bahadır burada. hə, ona görə Çünki ölkə ümumiyyətlə maşın üçün nəzərdə olunmur. Ona görə ki, yox kasıbdılar ya bilmən. Yəni burada varlısı da, kasıbı da, orta təbəqədə hamı motodur. ona görə motosikl şeydir. Bəli. Yəni maşında böyük vergilər var, belə deyək. Böyük vergilər var, yes. Ha, Demək olar ki, orijinal qiymətdən 2 dəfə çox gəlir maşın. Türkiyə kimi deyək. Ola bilər. bilmirəm. Türkiyədəki qiymətdən. Bizi uçur Həsən. Keyfi. Bu ayaqlıqları aç da qardaş. Baxmırsan? Mən yox. Bir dəfə yıxılmışam öz zaman motosiklə. Belə, gecirik Həsən qardaşlar. Aycan, Salamat gedəcəyin ara. bundan əvvəlki videoda da göstərmişdim. Görürsüz nə qədər motosikl var. İlərdə də bir çox var. Bu motosiklər səncə təhlükəli sürür Həsən? Ehtiyatla sürürlər. Əgər fikir versəz, əslində ehtiyatla sürürlər. Və ümumiyyətlə burada belə deyək, rusların bir sözü naql olmaq lazımdır biraz. Birbaşa. Hə, birbaşa. Yəni sən naql olmadınsa sənə qarşı belə deyək şey olacaq. Bəs səncə Bakıda bu qədər motosikl olsa dava düşər? Maşın 100%. sürücüləri ilə motosikletçilərə 100%. Məncə də 100%. Burada qəza olur. Heç belə hərə motosikletini götürür, davam eləyir. Çıxır Bir kəlmə, bir söz demir. Halbuki Sanki davalar da görmüş. normallaşıb. Mən bunu Hindistanda da görmüşdüm. Normallaşıb Həsən, Ha, burada ha. qəza. İndi biz də birin yaşamayaq. Şəhərin mərkəzi yolların birindəyik. Bir dənə buna baxın. Görün necə bir probka var. Tıxac, probka yox, bələk. Yazırlar ki mənə,
Brat, prosto sən səhv eləyib türkçə danışırsan. Orada brat sözü də var, prosto sözü də var. Aha. Amma məndən səhv tutur ki, sən niyə türkçə söz deyirsən. İstədim bunu da vurğulayım Həsən. Ya sən bugün bugündən başlayaraq Vyetnam dilində ancaq deyəcəksən brat sözü. Necədir? Vyetnam dilində brat. Çox çətin dilləri var bu arada. Çox çətin. Anoy, brat anoy deməkdir. Anoy, Anoy, ya banoy. bayaqki bərbərin adı Qıl idi. Qıl? Qıl, Ola bilər, işinə uyğun həmişə. qıl. İşinə uyğun ad seçir də. Uşaqlar, profka da profkadır yəni. Vay vay vay. Əsasən burada mototsikllar yolun sağında ilərləyir. Mən çox buralarda mototsikl görmürəm. Hə. Taylandda elə deyil idi amma hardan gəldi sürürlər. Taylanddan harda gəldi sürürlər. Daşqın sürürlər. Dəbilqəsiz, helmetsiz sürürlər. İndi biz görə Azərbaycan dilində danışmaq istəyirik. Həsən. Bəli. Yavaş-yavaş, hər şey birdən olur. Moskva bir günə tikilir. Bu nə çaydır Həsən? Böyle Saygon çayıdır. Saygon. Şəhərin kahın adıdır da Saygon bu arada. Gənclər, bir mən çay görürsünüz ya yox. Buralar da qəşəymiş. Hiç buralar da gəzmək. Buralar bulvar kimi belə deyək yerdir. Sahil. Sahil qırağıdır. Burada water bus deyirlər, su avtobusu. Bu sahildən o biri porta, bu portdan o biri porta aparır. Şəhər belə uzanır deyə görürsən orada yollarda. Buradan ora getmək olar. Gənclər, mən birinci videoda demişdim sizə, hansı ki bura mikrorayon kimi bölünübdür, 12 mikrorayon olmalıdır. Biz hal-hazırda ikinci mikrorayona gəldik və mototsiklın olmağında bu plusu gördüm ki, çox gözəl mənzərəli yerlərə gəlmişik. Hansı ki orada Saygon çayı var, Saygon çayının bu süzünə gəldik. Burada da Burj Xəlifəyə oxşadıblar bu binanı, onun kimi bir binadır. Əsasən lokal insanların olduğu yerdir Həsənin dediyinə görə. İndi biz bir ərəb mətbəxinə gəlmişik, səhv etmirəmsə. Mən gəl elə burada istəsəm çöldə oturam. Rahat. Oturaq hə? Ərəb mətbəxidir də, düzdürmü? Hə, Misir. Misir. Daha çox Misir. Misir mətbəxidir. Görək burada ağzımıza uyğun nə tapırıq. Düz kokos ağacının altında başına kokos düşməsin əsas. Vay vay vay, üstündə var ya. Oturaq. Dediyinlə yeyə bilərik, ilə yeyə bilərik. Mən sözün açığı çox da belə bir şey yoxlamağı sevmirəm uşaqlar. Mədəmi çox pis vəziyyətə qoyuram. Həsənin şaurması gəldi, mənim də belə bir porsiyon yeməyim gəldi. Toplamda bura maksimum bir 20 manat elədi deyə bilərik. Hə, içki ilə bir yerdə. 20 manat elədi. Bu cür bir yerə gəlmişik. Uşaqlar, yolunuz düşsə gəlib yeyirsiniz. Orada hansı ki halal da yazılır. Xanımlar və bəylər, Japon məhəlləsinə gəlmişik. Hansı ki ətrafa da baxdığınız zaman Japon mədəniyyətini görə bilərsiniz. Belə bir küçədəyik. Buranın özəlliyi nədir? Qısaca onu deyim sizə. Hansı ki bu küçədə əxlaqsızlıq yuvalar var. Bəli, Həsən müəllim, düzgün danışıram. Əxlaqsızlıq yuvalar var burada. Bəli, rəsmən. Rəsmən. Yəni Amsterdamdakı red light. Bəli, bəli. Yəni dövlət səviyyəsində rəsmi olmasa da, bu Amsterdamdakı yəni red light küçəsinə hardasa bərabər küçədə demək olar. Ay, sağ ol. Kamera ilə biraz ehtiyatlı ol, çünki yaxınlaşıb yəni kameranı kameraya qarşı həssaslar. Yadınıza gəlirsə Amsterdamda mən Red Light Street'ə getmişdim. Orada hər şey açıq-açıq idi, göz ortasındaydı, göz qabağındaydı. Burada biraz daha Amma burada ehtiyatla. həm də qarışıqdır, çünki misal üçün adi publar, barlar, adi gəzməsi küçələr də var və onu da görəcəyik. Həmçinin orada. Sağ ol. Məsələn, orada xanımlar dayanıb, böyük ehtimal o xanımlar işçidirlər. Orada xanımlar dayanıb, bilmirəm görürsünüz ya yox. Böyük ehtimal işçi insanlardır və arxalarında döndülər. Gördün, döndülər artıq buradan hiss olunur. Amma qabaqda daha çox olacaq və məsləhət görürəm ki, görmə. Hətta deyirlər ki, kameranı söndür. Bəli, bəli. Ona görə söndür. Bu bərbər buradır deyəsən, yoxsa yox? Ya bərbər bura deyil. Xanımlar bir mələk kimi otururlar orada. Qışqırırlar. Mən səni çəkirəm bura. Çək. Onları çəkmirəm. Uşaqlar, belədir küçə. Just for my friend. Ondakı no kamera məsələsi ona görədir ki, dediyim kimi. Ona görə ki, dövlət səviyyəsində rəsmi deyil deyə. Bunlar da qorxurlar ki, şəklini çəkərsən, arası qoyarsan, kiminsə xoşuna gəlməz. Anası, bacısı görər. Bəlkə atası, qardaşı görər. Atası, qardaşı görər. Yəni görürsüz az-çox küçədə dayanan insanları. Kamerasız gəlsək bəlkə də tamamilə başqa cür qarşılayardılar bizi. Tamamilə başqa cür, daha xoş, daha menyu ilə
servislərlə, xidmətlərlə Bu qarşılayırlar. menyuda nələr var? Menyuda çox şeylər var. Menyu orada. O Görürsüz tuturlar belə insanları, turistləri. Don't touch me. Baqa, mən çox netəm. Don't touch me. Bir də ağa bax bir mələk tərzində geyiniblər. Bəli. Hə? Bəli. Zaten Bizi burada linç eləməsin. Gənclər görürsünüz, düzülüblər yolun qırağına. Belə lap xırdakı şeyə girək. Buradakı ortaya. Keç. Dəlixana. Mən Taylandda da belə bir şey görməmişdim. Burada tamamilə fərqlidir. Tam fərqli. Taylandda tam açıqdır. Burada biraz kiçik community-miz. Ay, sağ ol. Əyləncə məkanlardır bir çoxu. Və uşaq burada təhsil alır. Yemək. Bir də yaşayış da var ha burada. Vay. Chị nó quay clip rồi chị. No camera. Don't touch me. No camera. No camera. Zorla içəri soxurlar, görürsünüz. Vay. Burada bəzi menyularda, belə deyək, özünə hörmət eləyən obyekt menyularda hətta yazır ki, biz sizə söz veririk ki, biz sizə atmayacaq da, belə deyək. Əgər hər hansı bir qız gəlir sizlə oturursa, sən həmsə onun pulunu ödəməlisən. Burada gələnlər pul xərcləmək üçün. Türkiyədəki pavyon tərzi. Elə. Yəni sənə ekstra ödədirlər. Və anlaşılmazlıq olmasın deyə bəzi barlar hətta menyuda qeyd edir ki, kimsə sizlə içki içirsə, bizim cavabdehliğimiz deyil ki, siz onun pulunu verməlisiniz. Çünki sonra konfliktlər yaranır. Görürsüz, arxadan qışqırırlar ki, no kamera. Kimsə yaxınlaşa da bilər bizə. İndi bəxtimiz gətirsə yaxınlaşırız, ola gətirməz. Nə deyəcəklər? Heç nə deməyəcəklər, sadəcə yaxınlaşıb deyəcəklər ki, yəni yığışdırana kimi dayanacaq yanındakı. Ha, indi get. Belə adresiya mənasında falan heç nə olan deyil. Burada otellər də var deyəsən. Hər hansı bir özəl anlar üçün. Var hə? 100%. Yəni biz Belə çıxış burdadır. belə gedə. Gedək. Necə qaçdılar ha? Söndür. Bayaqki küçəni əlimdən gəldiyi qədər göstərməyə çalışdım sizə. Hansı ki, bura Japon Street deyirlər. Əxlaqsızlıq yuvasıdır, amma qanuni olaraq deyil. Hansı ki, Amsterdamda qanuni olaraqdır. Amsterdamda Red Line Street var. Orada qanuni olaraq gedib cinsel əlaqənizi edə bilirsiniz. Amma burada qanuni olaraq deyil. Masaj yeri üzərindən fəaliyyət göstərirlər. Qadınların paltarlarını gördünüz. Gedirsiniz ora, qiymət danışırsınız. Daha doğrusu içəridə danışırsınız, çöldə yox. Masajın və digər şeylərin, hər şeyin öz qiyməti var. Belə, yəni istədim göstərəm sizə. Və belə bir mərkəzə gəlmişəm gənclər. Həsəndən ayrıldım, istədim buraları sizə göstərəm. Çox gözəl bir şəhər mərkəzidir. Hansı ki, burada Vyetnamın kasıblığını hiss etmirsiniz də. Əsasən varlığını hiss edirsiniz. Bəs desəniz bu binalar nədir? Bu binalar fransızlardan qalma binalardır. Görürsünüz ki, biraz Avropai bir görüntüsü var buraların. Hansı ki, Fransanın sömürgəsi altında olubdu bura və fransızlardan qalma xatirə binalardır. Bilgiləri belə verə-verə gəzirəm. Hansı ki, Bouvienne küçəsi var. Onu da öncəki videoda biraz göstərmişdim. Bu videoda tam olaraq göstərəcəm. Çünki videonun başlığından da anladığınız kimi gecə həyatının olduğu videodur bu. Bouvienne-ə gedəcəm. İstəyirəm ki, Bouvienne-də tam olaraq vəziyyət qızışsın. Hal-hazırda saat 9-dur, daha doğrusu 8-dir. Bouvienne-də qəşəng çəkiliş eləyəcəm, narahat olmayın. Belə bir mərkəzdir. Hal-hazırda Asiyada, Avropada olduğumu zənn eləyirəm. Vyetnam çox kasıb ölkədir. Bu kasıb ölkədə bu varlığı görmək çox qəribədir. Bayaq da Həsənin dediyi kimi, mototsiklın olma səbəbi isə maşınların vergisinin çox yüksək olmasıdır. Maşınların vergisi aşağı olsaydı, bəlkə bu qədər mototsikl görməzdik. Biz indi belə yolun qarşısına keçmək istəyirəm. Böyük bir təhlükəyə atıram özümü. Sağ olsun
icazə verdi. Hər yerdən motosikl çıxır, hər yerdən. Görürsünüz gənclər, ətrafda inanılmaz çox insan var. Şəhərin, Hoşiminin ən mərkəzi yerindəyəm bu dəqiqə. Hansı ki, burada da küçə yeməkləri satırlar. Burada da belə bir küçə yeməyi var. Nə olduğu haqqında heç bir məlumatım yoxdur. Bu deyəsən noxudlu pilodur. Pilo, hə. Baxın, turistlər var. Japoniyadan, Koreyadan, Çindən gələn çox turist var. Burada da Hoşiminin heykəli olmalıdır. O tam olaraq hardadır bilmirəm. Buralarda bir yerdə olmalıdır. Deməli. Biz belə gedək. Deyəsən bir parad var. Nə paraddır bilmirəm. Polis gəldi, hamını yolun qırağına çəkdi. Görüm göstərə biləcəm ya yox. Prezident kortejidir görəsən. Okay. Bagaj koymadı. Can I stay here? No. Okay. Biraz nəsə sərt danışdı qardaşımız. Normalda sərt millət deyirlər, çox yumuşaq, gülər üz millətdilər. Sağ ol qardaşım. Və ehtimal nəsə bir prezident kortejidir. Vay. Gəlib bunu da görmək xoş oldu. Birbaşa bu vienə geçsəm görməyəcəkdim. Vay. Bu maşınlar çox bahalıdır. Böyük ehtimal prezident kortejidir. Böyük ehtimal yox, %90. Çəkilişə də icazə verirlər, yəni heç nə demirlər. Görürsünüz, hər kəs çəkir ucuna. Mən də dedim ki, çəkim. Gör nə qədər adam var orada. Vietnam prezident, ya? Vietnam president meet Laos president. What's name president? What's name? President. Yeah, what's name president? Tolam. Holam. Okay, thank you. Prezidentlərin adı Holam imiş və prezident kortejiymiş, gənclər. Bu yanındakı qaqaşdan soruşdum, nəsə biraz sərt cavab verdi. Bunlarla da dilləşməyə ehtiyac yoxdur. Gəlmişik qonağıq, qonaq öz yerini bilməlidir. Aqressivlik görə bilərsiniz hər hansı bir ölkədə. Qətiyyən onlarla belə durub aqressiv bir şəkildə danışmağa ehtiyac yoxdur. Bu arada görürsünüz ki, nə qədər insan var. Dediyim kimi 100 milyon insan yaşayır. 100 milyonun 10 milyonu da bu şəhərdə yaşayır. Demək olar ki, bir Azərbaycan qədər əhalisi var buranın. Gənclər, günahların olduğu küçəyə gəlmişəm. Hansı ki, bu küçəyə Buvien deyirlər. Burada da fransızların izini görə bilirsiniz. Hətta Amerikanların da izi var. Necə desəz, deməli Vietnam savaşında, Amerika-Vietnam savaşında gələn jurnalistlər bu ətraflarda qalırmış. İnsanlar, yerli insanlar o jurnalistlərə pivə sataraq, nə bilim, digər şeyləri sataraq bu küçə mədəniyyətini yaradıblar. Və gördüyünüz kimi burada məsələn həyat qadınları var və bunların da Calm down. How are you? Okay. Bilmirəm səsim gəlir ya gəlmir. Soyuq suda içmişəm, səsim gedib biraz. Bundan önceki videoda buranı göstermiştim size. Bomboşuydu. Bir o videoya bakarsınız, sonra bu videoya bakarsınız ki görün ne kadar adam var. Buvien uşaqlar. Səhv bilmirəmsə Buvien adı Fransızdan gəlir, Fransızlardan. Bu küçə sırf turistlər üçündür, yerlər üçün deyil. Yerlər bura gəlmir. Yəni Vietnamlılar. O qədər qışqırdım, boğazım ağrıdı. Striptiz klubdu bura.
ki, hər yerdə var. Gördüyünüz kimi. Bunlar sizi məkanlara çağırmırlar. Əsasən anlaşıb bir yerlərə aparırlar. Where? Hello, like Jim, can you come here to ring with some girl? I don't need. You like Jim? Bir you bəzi need to qızlarla go. istəyirsən içəridə içməyə elə bir söz No, verir. you like Jim, you need to come down with some. Thank you bro. Okay, relax. Thank you. Menu. Uşaqlar başqa aləmdir. Yəni bunu Hollandiyada, Amsterdamda daha elit səviyyəsini görürsüz. Burada daha məcburiyyət görürsüz. Bayaq getdiyimiz Japon street məsələ dəhşət bir şeydir, inanılmaz bir şeydir. Why you? I feel good. What about you? Can I take one? What is this? No, why you? I need massage. Bu küçədə otellər də var, normal otellər. Amma əsasən otaqlar küçəyə denə qaqa, bunun yeridir, bizə qızımız göz. Bu arada normal masaj da var. Gənclər, istəsəz gəlib normal masaj elətdirə bilərsiniz. Normal masaj olur. Burada normal masajdır. Bu arada başqa yerlərdə də, yəni normal masaj elətdirə bilirsiniz. Fikirləşməyin ki, elətdirə bilmirsiniz. Arxalarını çevirirlərsə, üzlərini tuturlarsa, əsasən anormal yerlərdir. Video 18 plus'tu, bunu unutmayın. What's your name? No, I have YouTube channel. I make traveling videos. Yeah, really. How old are you? Yeah. You up YouTube, okay? I don't want you to say take me.